Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlər ərzində bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı, eləcə də ara bir güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi qeyd olunanlar nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına əhaliyə yenidən xatırladı. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarından şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmaq, eləcə də hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Nazirlikdən həmçinin bildirilib ki, təhlükə zamanı 112-yə zəng eləməyi unutmasınlar. Bundan əlavə ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 15-i axşamadək davam edəcəyi gözlənilir.